United Payment MMC olaraq 2021-ci ilin may ayından təsis edilmişik Azərbaycanda. Bizim səhmdarlarımız Türkiyənin eyni adlı şirkəti olmaqla 2010-cu ildən fəaliyyət göstərir. Həm təsisçilərimiz Türkiyənin Ordu Fondu və hal-hazırda İş Bankasıdır. Azərbaycanda mövcud qanunvericiliyi çıxdıqdan sonra ilk elektron pul təşkilatı lisenziyası alan elektron pul təşkilatıyıq. Bizim əsas fəaliyyət istiqamətimiz elektron pulla işin təşkili və ödəniş xidmətinin təchiz olunmasıdır. 4 istiqamətdə fəaliyyət göstəririk. Birinci ödəniş aqreqasiyasıdır. Yəni tək API ilə inteqrasiya eləyərək bütün qanunvericiliyin icazə verdiyi ödəniş kanalları vasitəsilə son istifadəçidən, yəni ödəniş xidməti istifadəçisindən vəsaitlərin toplanmasını, istər bank kartları ilə, istər yerli nəqd terminal ödəniş vasitələri ilə, istərsə də digər elektron pul vasitələri ilə, həmçinin bank mobil tətbiqləri ilə ödənişlərin müştərilərdən, son istifadəçilərdən alınmasını təmin edirik. İkinci istiqamətimiz elektron pul fəaliyyətini təqdim edirik. Elektron pulun banklarda məsafədən hesab açma qaydasına uyğun olaraq eyniləşdirilməsi və daha sonra həmin hesab üzərindən fəaliyyətin və ödəniş xidmətinin təmin olunması. Üçüncü istiqamətimiz beynəlxalq ödəniş xidmətinin təchiz olunması xidmətidir. Və sonuncu, ağıllı kassa dediyimiz fiziki ödəniş cihazlarının təchiz olunması xidmətidir. Azərbaycandakı fəaliyyətimizin əsas uğurlarından elə birincisi 2023-cü ildə Texnopark rezidentliyi imkanı verilən kimi ilk olaraq Texnoparka rezident olan fintechlərdən biri olmaqdır. Texnoparkın rezidenti olmaq bizim üçün əvəz olunmaz mənfəətlər deməkdir. Və bu bizim möhtərəm cənab prezidentin təşəbbüsü ilə yaradılmış ölkədəki innovasiya ekosisteminin inkişafına və texnoloji inkişafa birbaşa dəstək verən bir proqram olduğundan əminik və hal-hazırda da artıq 3-cü ildir ki, Texnoparkın rezidentliyi mənfəətlərindən faydalanırıq. Eyni zamanda bu güzəştlər vasitəsilə əldə olunan maddi qənaəti biz yönləndiririk yeni məhsulların inkişafına, innovativ ödəniş alətlərinin dizayn olunmasına və eyni zamanda kifayət qədər dəyərli olan yerli texnoloji mütəxəssislərin, IT mütəxəssislərinin Azərbaycan bazarında qalmasına və bizim şirkətimizdə fəaliyyət göstərərək vətənimizə, millətimizə faydasını təmin etməyinə nail oluruq. Həmçinin Texnopark rezidenti olaraq xarici arenada da dövlətimizi təmsil etmək, biznesimizi inkişaf elətdirmək imkanını əldə etmək kimi müsbət tərəfləri var. Məsələn, bizim beynəlxalq ödəniş xidmətinin təchiz olunması üzrə bir partnyorumuzu Texnoparkın dəstəyi ilə təşkil olunmuş səyahətimiz zamanı əldə etmişik. Jitex Summit'də Dubayda Texnoparkın dəstəyi ilə biz bir sıra yeni partnyorlarla tanış olduq və biznesimizin inkişaf etdirilməsinə səbəb oldu.